Həll olunma əmsalları sınaqda birinci suala baxırıq. Birinci sualda bizə baxırıq ki, həll olunma əmsalı təzyiqdən düz mütasibətlə artır. Yəni ki, həll olunma təzyiqlə düz mütasibdir. Belə çıxır, təzyiqi artırdıqda həll olunması da artır. Bu da məlum məsələdir ki, qazlardır ki, təzyiqi sevir. Yəni, 1-ə D uyğun gəlir. İkinci suala baxırıq biz. İkinci sualda həll olunma əmsalı 250 qram olan 500 qram doymuş məhlul. 500 qram doymuş məhlulda bilmirəm nə qədər duz var. 250 qram duzda mən belə 1000 millilitr daxil suda həll olunur. 1000 ilə 250 cəmdə 1250. Buradan tapırsınız x neçə edir. Üçüncü suala baxırıq. Deyir ki, müəyyən temperaturda 250 qram suda maksimum 80 qram maddə həll olarsa, bunu yuxarıdan yazaq. Buradan silək, buradan yuxarıdan yazaq. Müəyyən temperaturda 250 qram suda 80 qram maddə həll olarsa, 1000-də də x nə qədər maddə həll olar, onu tapırıq. Dördüncü sualımıza baxırıq. Deməli, qrafikdə deyir ki, 100 dərəcədən 60 dərəcəyə qədər soyuduqda neçə qram duz çökər. 700 qramı soyuduqda neçə qram doymuş bu məhlul olduğundan burada məhlul olur. 400 qram duzdur, 1000 qram da sudur. 1400 qram məhluldur. Baxın, nə qədər çökmə baş verir? 120 qram. Buradan x-i tapırsınız, x neçə eləyəcək? 5-ci sual. Baxın, birinci sualda temperatur artıqda həll olmazdır. Temperatur sevən nədir? Bərk maddələr. Bərk maddələr suda yaxşı olur. Bu bərkdir. İkincidə isə həll olma azalır. Deməli, bu qazdır. Üçüncüdə isə təzyiqlə düz mütasibdir. Bu da qazdır. 60 dərəcədə hansı maddən doymuş məhlul? 60 dərəcəyə baxırıq. Hara qalxır? X K-ya qalxır. 7-ci suala baxırıq. 7-ci sualda deyir ki, bizdə həll olma əmsalları arasında müqayisə edək. Birinci M1 ilə N2-yə baxaq. M1 ilə N2-yə baxanda mən baxıram ki, bunların temperaturları bərabər. Deməli, bunların təzyiqlə müqayisə edək. Təzyiqlə də həll olma əmsalı arasında biz belə ki, təzyiqi çox olanın həll olması daha yaxşı olur. Demək, 2 1-dən böyükdür, N2 böyükdür, N1-dən. İndi baxırıq, nəyə müqayisə edirik? N3-ə baxırıq indi. N3-də baxırıq, bax bura. 2 ilə 3, bunu da belə götür. Baxırıq ki, 80 dərəcədə daha az həll olur. Deməli, 40 dərəcədə isə daha yaxşı həll olur. Həqiqətən də 3-də deməli, təzyiq də 3 olanda bunun da nədir, həll olması daha yaxşıdır. Yəni, 3 buna 3-dən də böyük olduğunda təzyiqi deməli, N3 də 3-dən, N2-dən böyük olacaq. Burada bir-bir yazaq. 600 doymuş məhlulun kütləsi 620 qram. 600 qram məhlulum olanda həll olunma kütləsi 120-dir. A olanda məhlulun kütləsi, bunu belə yazaq da. Bunu deyəm bir dənə siləm, yuxarıda yazım. Maddənin əmələ gətir, doymuş məhlulun kütləsi. Məhlulun kütləsi 600 qramdır. Doymuş həll olunma maddənin kütləsi 120. 600 qram məhlulda 120 qram duzdur. 620-dən 120 qram çıxıram, elə 500 qram su. 500 qram sudur. Su. Deməli, 120 qram duzun 500 qram suda həll olur. Həll olma əmsalı veriləndə 1000 litrlə getir. 1000-də də 1000 qram suda da həll olma əmsalı A-dır. A da buradan 1000-i 120-yə vur. 5 səbəndə 240. Birinciyə 240 edir. Bunu silək, 240 yazaq birinciyə. Bu eləcək 240. İkincidə məhlulun kütləsi 250-dir. Məhlulun kütləsi 250-dir. 250 olur məhlulun kütləsi. Bilməm nə qədər duz var. Amma 250 qram duzum da məhlul suyu bilirəm də, həll olma misalı 250, o da 1000 litrdə həll olur, 1000 millilitrdə 1250.
1250. Bu da eləyir 50 eləyir. Səhv eləmirəmsə 50 eləyəcək. Keçəm üçüncüyə baxırıq. Bunu da silək. Üçüncüdə deyir ki, doymuş vədə həll olan maddənin kütləsi. X qram suda, bilməm, nə qədər, 20 qram duz həll olur. 200 qram duzdakı 1000 millilitr suda həll olur. 1200-ə bəndə 5 ilə 20 bunda 100 qram sudur. 100 qram sudur, 20 qram da duzdur. Məhlulum nə qədərdir? 120. Burada məhlulda axı. Keçirik növbəti sualımıza. 410 qramla 790, mənim 410 qram məhlulum var, su var. Görürsən, maqnit vur getdi aşkar, bu məhlul oldu 410. 790 da suda həll elədi, mənim məhlulum oldu. Toplayanda bunu məhlulum 120-dir. Məhlulum 120-dir. İndi mən bir baxmalıyam ki, 410 qram məhlulun tərkibində nə qədər duz var? Maqnit məsələn 120 verib, 7 H2, üzərinə 18 vur getdi, gəlir. Bir dəqiqə. Bu da hesabladım. Eləyir 246. 246 qram məhlulun tərkibində, bax görsən 120 qram duz var. X də bərabərdir. 120 vur 410 böl 246. Bu eləyir 200. Deməli, duzum da elədi nə qədər? 200. Suyu da sorsa 410-dan 200 çıxanda bu heç. Bunu silək. Bir də nə sonra ki, həll olma əmsalını tap deyir. 1200 də bu yəqin ki, çox güman ki. Deməli, həll olma əmsalını tap. 1200 məhlulda bilmirəm nə qədər duz var. Deməli, duzum 200 qramdır. 200 qram duz da bu məhlulda axı 200 qram duz, bir dəqiqədən görüm. Yox, bir dəqiqə mən görüm nəyi yazmadım, bir dəqiqə uşaqlar. Məhlulum 1200-dür. 1200-dən 200-ü çıxanda mənim suyum eləyəcək 1000. Suyum 1000-dir. Suyum 1000-dir. Hə, və məsələm həll olma əmsalı ya 200-ü bölürsən, suya vurursan 1000-ə, yaxud 1000-dir bu 1000-dir, saçma. 200-ü bölürsən 1000-ə vurursan 1000-ə, yaxud da deyək ki, deməli 1000 qram suda 200-dür. Elə 200-dür, cavab elə 200-dür. 1000-də 200 həll olur. Normalda da 1000-də 200-dür. Bu ona baxırıq indi. Onda da ki, maddənin həll olması üçün 50 dərəcə birinci və ikinci məhlullara uyğun olaraq hansı nisbətlə qarşılama lazımdır ki, 25 faizli məhlul olsun. Bu olacaq X, bu da olacaq Y. 25 faiz bərabərdir. Elə bir ki, mənim belə deyək də, duzum 1000-dir. Duz deyək ki, hansı nisbətlə götürmək lazımdır? Yəni 25 faiz bərabərdir. Yaxud da ki, belə yaza bilərik ki, bir dəqiqə maddənin həll olma əmsalının temperaturundan asılı qrafiki vermişdir. Bu həll olma əmsalı 1000-dir. Onda bunun kütlə payı eləyəcək nə qədər? Elə bir ki, 1000 bölünsün 2000. Biz dedik ki, hansı nisbətlə qarşıdurmalıdır? 1000 bölünsün 2000 vurulsun 100. Yəni 1000 bölünsün 2000 vurulsun 100. Bu eləyəcək 50. İkincisini də tapanda deməli 1000 bölünsün 1000 yox da üzr istəyirəm 250 bölünsün 1250 1000 litr suda 1250 elə yazdım ki, özüm də oxuya bilmədim. 250 bölünsün 1250 vurulsun
100%. Bu da eləyəcək. 250 min 250 birəndə kalkulatorda bölüm. Uşaqlar səhv bölməyəm. Deməli 250 1250 20 də budur. Birincini 10 tapmışdım da səhv eləmirəmsə. Yox 50 tapmışdım. 20 də budur. Bu tapdığım faizdir. Deməli tapdığım faizdir. Bunu x götürək, bunu y götürək. İndi götürə bilərik. 25% bərabərdir. M1 omega 1 belə gedəcək. X vurulsun 50 üzərinə gəlsin. Bir aşağıdan yazaq. Burada yazaq. Ekran böyüdü. X vurulsun 50x üzərinə gəlsin 10 20y bölünsün x də gələ y bərabərdir 25. 50x üzərinə gəl 20y bərabərdir 25x üzərinə gəl 25y-dir. 50-dən 25 çıxanda 25x bərabərdir 5y. Bunda böləndə 5x bərabərdir y. 5-in bir nisbətində elə alınır burada. 5x bərabərdir y, yəni belə aldıqda biz 5x bərabərdir y, yəni 1 ilə x-in qabağında 1 durdu, y-in qabağında 5. Yəni 5-in 1-ə. Burada da yəni ki 5-in 1 ya 1-in 5-ə hansı olsa onu götürürük. 11-ə baxırıq. 11-də deyir ki 300 qram doymuş məhlulu 20 dərəcəyə qədər çökdükdə 300 qramı soyutluqda 50 qram duz çökürsə, bu məhlul olduğunu burada məhlulla götürüm. A duzluğu 1000 də sudur. 1000 üstə gələ A da deməli məhluldan nə qədər çöküb? Açıq 250-də də bilmirəm nə qədər. A minus 250. Buradan da A-nı tapırsınız ki, nə qədər eləyəcək. Baxırıq 12-yə. 12 kifayət deyil, həlləmək lazımdır. Duzun həll olma məsələn 250-dir. Deyir bizə ki, x-in 200 qram 10% doymuş məhlul. 200 qram 10% isə 200-ün 10% 20 qram duzdur. Duz 20-dir. Su da 190 eləyəcək. Düz dedim? Yox. 190. Məhlulu doymuş hala gətirmək üçün məhlula əlavə olaraq biz həll olma əmsalını 250 tapmalıyıq. Deməli, bizə həll olma əmsalı nədir? Yəni 250-dən yuxarı olmalı ki, biz şey alaq da. Həll olma əmsalı nə idi? Duz bölünsün su. Suyum 190-dır. Buna gedək. Suyum 190-dır. 25 qram da duz əlavə olunur. Duzun əvvəl nə qədərdir? 20-dir. 25 də həll olanda elədir 45. 45 vursun 1000. Hesablayırsınız ki, burada belə eləyək də, uşaqlar. Mən bir dənə tam belə yazaq. Deməli, həmin x-in 200 qram 10% məhlulunu doymuş hala. Deməli, 1000 litr suda 250 qram duz həll olursa, 20 qram duzun da neçə litr su lazımdır? Bir dəqiqə bura baxaq. 20 vurulsun 1000. Belə tam dəqiq hesabla. 20 vurulsun 1000. Bölünsün 250. 20 qrama 80 qram su lazımdır. 80 qram su lazımdır. 80 qram demək su lazımdırsa mən bura
Amma mənim suyum isə 190 qramdır. Deməli 20-yə 80 lazımdır. Biraz məntiqli elə hesabla gedəcək. Bir neçə variantla işləmək də olur. Yəni demək olar əlavə olaraq 25 qram X tuzu əlavə edək. Baxaq X tuzu əlavə edək. 1000-də 250-dirsə, deməli 20 qramdır. Burada da 45-dir. 45-ə də X qram su. 5, 250, 180 qram. X bərabərdir 180 qram su lazımdır ki, bu doysun. Bizdə də su 190-da həqiqətən baxırıq ki, yəni suyum çoxdur da. Deməli, duz əlavə edə məhlumdur. Birinci düz gəldi. Keçirəm ikinciyə. İkincidə bizə deyir ki, məhlula 100 qram 20% məhlul əlavə edək. 100 qram odur ki, 100 qramın 20%, yəni 25 qram duz, 75 qram da su. Burada cavab 1-3-dür. 3-ü də yazdım. Yəni 2 də eynisidir. Bir də vaxtımızı itirməyək orada. 3-ü yazdım elə. Məhlula 200 qram. Deməli, bu duz eləyəcək. Nə qədər burada? 60. Su da eləyəcək nə qədər? 260, 140. İndi baxalım uşaqlar. Duzu tuzun üzərinə gələm. 80 qram. Suyum da nə qədərdir? 190 suda 140 da budur. Eləyir 330. 330 deməli. İndi biz belə eləyək də. Yorulmuşam, fikrimi toplaya bilmirəm. 1000-də 250 desə, indi 20 qramdır. Burada da 80 qramdır da. Nə qədər sudur? X sudur. Bu məsələ elədir ki, müxtəlif variantlarla işləmək olar. 80 vurulsun 1000 bölünsün 250. Su ilə 320. Su 320-dir. Məndə nə qədər? 141-dir. 190-da 1-dir. 330-dur. Amma mən suyumu tapdım 320. Yox, buna eləyəndə bu doymur axı. Hesabla 3 necə ola bilər burada? 60 qram duzdur. Su da 200-dən 60-dan 140-dır. Deməli 60 1000 qramda 250 qram duz həll olursa 80 qramda duz X-də həll olur. Bu ilə 300 qram sudur. Mənim suyum isə 320 qram su lazımdır. Deməli bunların həll olması üçün. Suyum isə düzdür. 320 qram su lazımdır. Mənim isə suyum olur 191-də 140-da 1-dir də. Yəni 330 suyum var. Deməli bu da doyub artıq. Biraz məntiqli məsələdir bu, necə deyim sizə, fikirləşməlidir də, yəni sadə bir sual deyil. Üçüncü suala baxıram. 3-də baxın, mən dəstədə izah eləmişdim. Deməli, həll olma əmsal. Biz elə eləmək, üçü də bir-birinə bərabər olmalıdır. Üçün də bir-birinə bərabər olması üçün birinci 1 ilə 2-yə baxaq. Baxıram ki, burada təzyiq böyükdürsə, Y-in böyük olsa 40-dan, N2 N1-dən böyük olacaq. Daha doğrusu Y-in temperatur, elə ki, təzyiq artır, temperaturu azalmalı, təsvimi tənasibdə axı. Ona görə burada temperaturu Y 40-dan aşağı yox, 40-dan böyük götürür. Məsələn, 50, 60, 70 böyükdür bu. Böyük. İndi bura baxıram, ikinciyə baxıram. Bunun temperaturu misal üçün 50 götürmüşdük də, bu bir rəqəm yazaq. Temperatur birincidən böyükdürsə, onda belə çıxır ki, təzyiq də bərabər olmasın. Temperatur üçüncüdən böyüksə, deməli təzyiqdə də ikincidən böyük olmalıdır. Daha doğrusu, nədir? Kiçik olmalıdır da. Məsələn, bura 2-dir, buradan böyükdür, bu da bundan kiçikdir. Təsvimi təsirdə var.
50 15-dən böyükdür. Bunda 2 ilə 1-dən kiçik olmalı. Bu da olmalıdır 1. 1-dən kiçik yəni. Həll olunma məsələn bu 40 bölünsün 200 vurulsun 100. 50 bölünsün 250 bölünsün 100. 60 bölünsün. Buna hamısı bu şəkildə tapılır. Hansının cavabı? İndi 15-ə baxırıq. Nəzəriyyələrə fikir versək vaxtı alır. Baxın, Z-in həll olması endotermikdir. Z hanım? Z-in deməli temperaturun təsiri bu deməli qazdır. Qazlar temperaturu sevmir. Çünki nədir? Qaz temperaturu niyə sevməsin sizcə? Qazlar eksotermik prosesdir. Yəni bu endotermik deyil. Bu getdi. Qaz endo, ekso, ekso. 2-yə bax, 20 dərəcədə həll olması üçün Y-dir. 20 dərəcədə deməli, yüksək olan Y-dir. Yox. Səhvdir. 3-ə baxırıq. 40 dərəcədə X, Y və Z-in 40-da Z-nə bax, gözünün kəsikmə nöqtələri buradır. Düzdür, buna həll olması eynidir. X adi şəraitdə qaz halındadır. Yox. X bərkdir ki, temperaturun düzməsini tanısın. X və Y-nin həll olmasına təzyiq təsir etmir. X-ə təsir etmir, yoxsa bərkdir. Y-nin də həll olmasına təsir etmir. Çünki X-ə bərkdir. 16. 16-ya baxırıq uşaqlar. 16 deyir ki, eyni temperatur kesidinin suda həll olması suda həll olmasından azdır. Deməli, yadınızda qalsın, karbonatlardan natrium, kalium, NH4 varsa yanında, CO3-lərin yanında. Onlar daha yaxşı həll olur. Litium CO3 suda yaxşı həll olmur. Ona görə kalium həll olur. Kalium harda varsa daha yaxşı həll olur. Bir səhvdir. Eyni temperatur, bir alüminium nitrat daha çox həll olur. Bəli, yəni baxanda da görürük ki, həqiqətən çoxdur. 3-ə bax, eyni temperatur hər iki duzda suda duzun bərabər kütləli doymuş məhlul hissəsində daha çox su saxlayan litium karbon. Litium karbon suda həll olunursa, əlbəttə ki, onun yanında suda çox olur. Həll olmuyor, baxın, qatılaşmıyor, su azalmıyor. Keçirəm indi neçənci suala? 17-ci suala. Deməli, 400 qram suda belə qoyaq. Deməli, bizə verir ki, 400 qram suda həll etdikdə 200 ml məhlul alınır. Mənim məhlulların işim yoxdur. Çünki 200 ml məhlulda məndə də məhlulumun sıxlığını soruşur. Deməli, bu məsələ necə gedəcək? Mən baxıram ki, deməli, mənə məhlul lazımdır da. 1250 qram məhlulum nə qədər suda həll olur? 1000 qram millilitr suda həll olur. 250, deməli, 400 qram suda nə qədər məhlul olacaq? Buradan X-i tapırıq, eləyir. 400 1200 deyəm də kalkulatorla şifa hesab edə bilmədim. 400 vurulsun 1250 vurulsun 1000. 500. Məhlulum elədi 500. Məhlulum 500-dür. Bu da nəyə tapdıq dəqiqə? Sıxılır. Rho bərabər M bölünsün V. Məhlulum 500-dür. Bu da 200-ü çevirə 0,2-yə. Bu da 2500. 2500. Axırda da nə ilə verir bizə? Milli ilə soruşur. 2500 minə bölündə 2,5 edir. Keçək növbəti sualımıza. Deməli, M qram 20% duz məhluluna. Deməli, duzum 0,4-dür. Suyum da 0,6 M-dir. M qram duz elib. M qram duz. Həll olunmazsa kanaya bölüb duz bölünsün su. Duzum nə qədərdir? 0,4 M üstə gələ N bölünsün su vurulsun 1000. Buradan tapırsınız ki, neçə eləyir? 60 dərəcə 400 qram doymuş məhlulda neçə qram duz var? 1600-də də 600 qram duz var.
Bu məhlul olduğuna görə bunu da su ilə qarışdırıb yazıram bura. Deməli, baxın 20-ci suala. 20-də deyir, TB temperaturda halda doymuş məhlulun X və Y maddələrinin kütlə payları eynidir. Bəli. Yəni eyni həll olunur. Həll olunma əmsalları eynidir. Eyni. Düzdür, bir düzdür. Temperatur artıq Y-in suda həll olması azalır. 2 səhvdir. Yəni artırır, səhvdir. X-in qapalı qabda temperatur halda doymuş məhlul qızdırdıqda doymamış məhlul alınır. Bəli, qızdırdıqda bu suda yaxşı həll olur axı. Qızdıranda artıq doymur. Təzədən həll olmaq istəyir. 1, 3. Keçirəm növbəti sualımız 21-ə. 21-də bizə deyir ki, keçsin bu tərəfə. Rayonda mənlərə düşdü. Deyir ki, 21-də məhlulum 400-dür. Duzun da kütlə payı 25-dir. 400-ün 25%-ni tapıram. 400-ü 25-ə vurub 100-ə böləndə eləyir 100 qram duz. Bunu siləyib, burada 100 qram duz var. 100 qram duzdur. Mənim məhlulum 300-ə düşübdür uşaqlar. 300-ə düşübsə, bu 300-ü, mən buxarlanıb 300-ə düşüb, yəni 400-ü 300-ə düşüb, 100 qram buxarlanıb da. Bu 300-dən uşaqlar 100 qram, 300 qram məhluldur. 100 qramım duzdur. Duzu çıxanda yerdə nə qədər su qalır? 200 qram su qalır da. Həll olma əmsalı necə? Duz bölünsün su. 100 bölünsün 200, vurulsun 1000-ə. Keçək indi o 22-ci suala. Çalışım tez izah edim. 22-də deyir ki, ilkin qarışığın kütləsi qarışıq məhlulda, yəni bu tərkibində duz kristalları olan məhlulda. Və 80 qram məhlulun vardı, 32 qram da duz əlavə oldu. Oldu məhlul nə qədər? 112. 112-nin tərkibində, burada bilmirəm də duzun nə qədər. Çünki 80 məhluldur. X duzun var, üzərində 32 qram. Yəni bu qədər duzun var. Düzdür? Deyir, duzun həll olma əmsalı 400-dür. Yəni 400 qram duzdan 1400. Burada da 1400. Duzdan məhlul olduğuna burada məhlul yazmaq məcburam. Duz yazsam, duz yazam. Burada da X-i tapırıq. Buna bu getdi. Bunu buna böləndə eləyir 8. 8. 8 4'e vuranda 4 yox, bir dəqiqə nə yazmışam? Bu suyun kütləsidir uşaqlar. Bu X-ə buranda su yazmalıyam. Sudursa suyumuz da 1000'dir. Suyumuz 1000'dir. Bu su getdi. Yəni X-i də burada su kimi götürəcəm də. Getdi 80, 80 32 çıxanda eləyir 48. Yəni suyun da kütləsi əvvəl olub 48. Sonradan nə qədər olsaydı 48 32 gələcəkdim, verəcəyim 80. Bizdən əvvələ soruşur. 23-ə baxırıq. Deyir ki, temperaturun təsirində qazları götürüm. Qaz da burada metalları çıxıram, yerdə olanlar qazdır. 24-ə baxırıq. TB temperatur zeytin həll olması daha azdır. Bəli, zeyt baxıram ki 3-də həll olub, bir düzdür. Sonra ikinciyə baxıram. T2 temperaturunda zeytin həll olması, Y həll olmasının azdır. T2 temperatur Y məxsus. Zeyt burada yox. Deməli, əlbəttə ki, zeyt azdır. Ardıcıllıqda TB temperatur ardıcı X böyük Y, o da böyükdür, zeytdən olmalı. Tərsinə. 1, 2-dir buradadır. 25. 25-i belə yazacağım. Görsən 40 qram doymuş məhlulda, bilmirəm, X qram duz var. Duz. Duzun həll olması 1000-dirsə, bu da 1000-də 1000-lə 1000-i toplayım. 2000 məhlulda da X-i buradan tapıram. Eli 20 qram duz. X-im 20 qram duzdur. Yəni burada 20 qram duz var. 20 qram duz 20'dir.
Su əlavə olunduqdan sonra su əlavə olunduqdan sonra duzun suda 10% məhlul 10% bərabər duz bölünsün. Məhlul nə qədərdir? X idi. Üzərinə x litr su əlavə edib vursun 100. Bunu tapırsınız nə eləyir? Burada artıq belə 2 sıfırdan böyükdür. X oldu. X olar artıq. Bu qazdır. 2 sıfırdan kiçikdir. Bu da bərkdir. Deməli, X buna təzyiqdən asılı deyil, bərk. Həll olma temperatur təsviri qaz. Həll olma temperatur mütasibsə bu da bərkdir. Da tapıb yerinə qoyursunuz özünüz. 27-yə baxırıq. 8 qram doymuk məhlul 20 dəqiqə soyutduqda 8 qram məhlul soyutduqdan sonra bizə məhlul soyutda nə qədər məhlul alınır bilmirəm. 1600 qram məhlul soyutduqda 1250 qram məhlul alınır. Buradan da x bərabər məhlul ilə 625. Məndən də soruşur ki, həzm tam 625-i bölən 1,25-ə vəsb olunur. Tapıram həzm nə qədərdir. İndi baxıram 28-də neçə sualımız qaldı? 29-da ne deyəcəm? Bax, məhlulun kütləsi 90-dır. Bunu da istənilən şəkildə yaza bilərsən. Məhlulda x-in kütləsi 90 qram var idi, əlavə edəcək. Orada nə qədər? 120 qram duzun bilməm nə qədər suda həll olur. Həll olma məsələn 1500-dür. 1500-də də 1000-də həll olur. X bərabərdir, bir dəqiqə. 120 bölünsün 1500 80 qram. Deməli mənim suyum bu 80 qram suda həll olur. Suyum daha doğrusu suyum elədi 80. Suyum 80'dir. Məhlulun sıxlığı. Suyum 80'dir. 120 qram da duz var. Axı ümumi məhlul nə qədər elədi? 200 elədi. Sıxlığı da 1,6-dır. İndi uşaqlar burada çevirməliyik də. Çevirib yazırsınız. Yəni bunu çevirir. Çünki bu litrlə çevirəcəksiniz. 1600 eləyəcək. 200 böləcək 1600-ə tapacaqsınız neçə eləyəcək. İndi baxın 29'a. Mən burada baxıram ki 30 dərəcədən baxın hara gedir. 200'də. 200 qram duzun, bu 200 qram duzun həll olma görsən, həll olma 1000 litr sudur. 20 litr suda da 5 qram, 20 litrdə 5 qramdır. Və buna deyir nə qədər x əlavə eləmək lazımdır. 1200 bəndə 1200 bəndə edir 5. Bu 200 litrəm nəsə düzgən. 200-də 5-i bəndə eləyir 40. 40-dan da 5 tane 35. Yəni başqa necə deyim sizə yaza bilirsiniz. Necə nəm tənliyi necə həll edirsiniz? O şəkildə yaza bilərsiniz. Yəni fərq eləməz. Keçən növbəti suala. 200 qram suda 250 qram məhlul da. Hər məhlulun kütləsi 250. 100 qram suda, 100 qram suda. Məhlum olub nə qədər? M üstə gəlir 100. M üstə gəlir 100. Buradan da M-i tapırsın neçə eləyəcək.